hörmətli izləyicilər, bugünkü xəstəm xaladır nədir? Güləfsər. Güləfsər xaladır. Naxçıvan rayonu Şəzbəyev kəndindən gəlib bizə. Parkinson xəstəsidir. Xəstədə kognitiv simptomlar, önə doğru əyilmə, yerişin xırdalanması və əllərin əsməsi var. Xəstəmizi çox gözəl müayinə elədik. Müayinə nəticəsində bir sıra problemlər də çıxdı. Belə ki, qalxan variz Hashimoto çıxdı, beyin qan dövranının zəifliyi çıxdı, qanın qatlığı çıxdı, D vitaminin azlığı çıxdı. Bütün bunları nəzərə alaraq halamızı gözəl müalicə eləyəcək və müalicənin 5-ci, 6-cı gündən sağlam halları sizlə paylaşmağa. İnşallah. Goranboy rayonunun Qızılhacılı kəndindən olan Qəhrəman dayıdır. Gördüyünüz kimi Qəhrəman dayının hər iki əlində tremor var. Amma başlanğıc belə olmayıb, onun bir əlində olub, sonra o bir əlinə keçir, yavaş-yavaş indi ayaqlarına da keçir. Xəstəmizin 68 yaşı var. Bu gün xəstəni müalicəyə alırıq. Müalicə almaqda məqsədimiz ondan ibarətdir ki, bu tremorlar əllərdə azalsın, ayaqlara keçməsin, başa keçməsin və xəstənin özünə xidməti pozulmasın, xəstə kimsəyə möhtac olmasın. Təbii xəstəliyin heç bir yerdə müalicəsi yoxdur, daimi müalicəsi yoxdur. Lakin bizim apardığımız müalicələr nəticəsində xəstənin əzələlər güclənəcək, tonuslanacaq və xəstənin özünə xidməti çox yaxşılaşacaqdır. Hoşça qalın.